Salam əziz müəllimlər. Mən bugün sizə qrupumuzda paylaşılan bir neçə maraqlı sualın izahını verəcəm. Gəlin keçək sualların izahına. Sualda bizə deyilir ki, X və Y yaylarında yaranan elastiklik qüvvələrinin nisbətini tapın. Sürtünmə qüvvəsi, yayların kütləsi və blok çəkisi nəzərə alınmır. Sinus və kosinusun dəyərləri bizə verilmişdir. J bərabərdir 10 metr bölünsün saniyə kvadratıdır. Əziz müəllimlər, biz gəlin X yayındakı elastiklik qüvvəsini təyin edək. X yayındakı elastiklik qüvvəsini təyin etməmişdən əvvəl biz bilməliyik ki, 5 kiloqram kütləli cismə təsir edən bir ağırlıq qüvvəsi var və bu 5 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi aşağıya doğru mg'dən 50 newtondur. 50 newton. Deməli, bu 50 newtonluq qüvvə bu ipdə yaranan gərilmə qüvvəsidir və bu tərpənməz blok üzərində fırlanaraq bu ipdə o qüvvə dəyişmir. Elə bunu bir T ilə işarə eləyək, bu gərilmə qüvvəsini və gəlir bu elastiklik, daha doğrusu bu yayda yaranan elastiklik qüvvəsinə bərabər olur. F elastiklik qüvvəsinə bərabərdir. Deməli, onda biz təyin elədik ki, Fx bərabərdir. Yəni, X yayındakı elastiklik qüvvəsi 50 newtondur. Gəlin indi Y yayındakı elastiklik qüvvəsini təyin edək. Y yayında biz elastiklik qüvvəsini təyin edəndə görürük ki, X yayında yük asılmışdır blokdan. Amma buradakı yük mail müstəvi üzərindədir. Biz də bilirik ki, mail müstəvi üzərində yük qoyulmuşdursa, ona mail müstəvidə həmin yükü aşağı salmağa çalışan bir mg'nin, yəni ağırlıq qüvvəsinin sinus toplananı var. Yəni mg sinus 37 dərəcə. Gəlin bu qüvvənin qiymətini hesablayaq. Deməli, mg sinus 37 dərəcə bərabərdir. Kütlə 5 kiloqram, J 10'dur. Sinus 37 dərəcədə isə 0,6'dır. Deməli, bu qüvvə 30 newtondur. Həmin qüvvə, baxın, bu ipdə yaranan elə gərilmə qüvvəsinə bərabərdir. Və bu ipdə yaranan gərilmə qüvvəsi də bu X yayında yaranan elastiklik qüvvəsinə bərabərdir. Deməli, onda Fy də bərabərdir 30 newtona. Məndən də soruşurdu ki, Fx-la Fy-in nisbətini tap. Gəlin tapaq. Fx-i tapdıq 50 newton, Fy-i tapdıq 30 newton, bərabərdir 5 bölünsün 3'ə. Cavab olur C variantı. Keçək növbəti sualın izahına. Bizə sualda deyilir ki, şəkildəki mail müstəvinin K nöqtəsindən üfüqi istiqamətdə V0 sürəti ilə atılan cisim L nöqtəsinə düşür. Buna əsasən V0 sürətinin neçə metr böl saniyə olduğunu tapın. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. J və sinus 37 dərəcə və kosinus 37 dərəcənin qiymətləri verilmişdir. Deməli, əziz müəllimlər, biz bilirik ki, ümumiyyətlə üfüqi istiqamətdə atılan cismin bir başlanğıc V0 sürəti ilə atılır və bu üfüqi istiqamətdə atılan cisim müəyyən L məsafəsini gedir və müəyyən hündürlükdən atılır həmin cisim. Baxın, həmin o hündürlükdən atılan deməli hissə, daha doğrusu həmin o hündürlük 45 metrdir. Həmin o L uçuş məsafəsi isə, baxın, bu hissədir. Deməli, bizə elə bir üçbucaq verilib ki, həmin üçbucağı biz 3, 4, 5 Pifaqor üçbucağı ilə əlaqələndirə bilərik. Deməli, 37 dərəcəli bucağın qarşısında duran katet həmişə 3K'dır. Bu bucaq 90 dərəcədir. Bu bucaq isə 53 dərəcədir. 53 dərəcəli bucağın qarşısında duran katet isə 4K'dır. Və hipotenuz isə 5K'dır.
Deməli, burada biz müəyyən edirik ki, 3K bərabərdir. Nə qədər? 45 metr. Və K-nı tapırıq buradan ki, K bərabərdir 15-ə. Deməli, mən onda el uçuş məsafəsini tapa bilərəm. Deməli, el uçuş məsafəsi nəyə bərabərdir? 4K-ya. Yəni, 4 vurulsun 15-dən 60 metrdir. Bizim belə bir düsturumuz var idi. Üfüqi istiqamətdə atılan cisim üçün. El bərabərdir. V0 vurulsun kök altında 2H bölünsün J. Mən həmin bu düsturdan istifadə edərək V0 sürətini tapa bilərəm. Gəlin tapaq. Deməli, el məsafəsi mənə verildi. Nə qədər? Mən tapdım onu. 60 metr bərabərdir. V0'ı bilmirəm. Elə onu tapıram. Bu deməli 2H bölünsün J'də də H-ın qiymətini yerinə yazıram. Yəni 2 vurulsun 45 metr bölünsün 10'a. Buradan alıram 60 bərabərdir. V0 vurulsun 3'ə. V0 da bərabərdir 20 metr bölünsün saniyə. Deməli, sürət olur 20 metr böl saniyə. Cavab olur B variantı. Keçək növbəti bir maraqlı sualın izahına. K nöqtəsindən 50 metr böl saniyə sürətlə üfüqə 37 dərəcəlik bucaq altında atılmış cismin el nöqtəsindəki sürətinin şaquli toplananı 20 metr böl saniyədir. Buna əsasən KM nöqtələri arasındakı məsafəni tapın. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Sinus və kosinusun dəyərləri verilmişdir. J bərabərdir 10 metr böl saniyə kvadratı. Deməli, əziz müəllimlər, bu üfüqə nəzərən bucaq altında atılmış cismin hərəkətidir. Üfüqə nəzərən bucaq altında atılmış cismin hərəkəti zamanı başlanğıc V0 ilə atılan cismin deməli, sürətini iki toplanana ayırırıq. Y oxu üzrə olan toplanan və X oxu üzrə olan toplanan. Deməli, burada alırıq ki, bu bucaq 37 dərəcədir. 37 dərəcə olduğu üçün Y oxu üzrə olan toplanan olur. V0 vurulsun. Sinus 37 dərəcə. Sinus 37 dərəcə. Bu isə üfüqi istiqamətdə olan, üfüqi toplanan isə olur V0 vurulsun kosinus 37 dərəcə. 37 dərəcə. Gəlin bu qiymətləri hesablayaq. Deməli, V0 sinus 37 dərəcədə V0'ın qiyməti nə qədərdir? 50 vurulsun. Sinus 37 dərəcədə 0,6-dır. Edir nə qədər? 30. 30 metr böl saniyə. Gəlin indi üfüqi toplananı tapaq. V0 kosinus 37 dərəcə. O da bərabərdir 50 vurulsun 0,8-dən edir 40 metr bölünsün saniyə. Biz hər iki toplananı tapdıq. Sürətin hər iki toplananını tapdıq. Və gəlin ona əsasən biz baxaq, bizə deyir ki, KM nöqtəsində artıq nöqtələri arasındakı məsafə nə qədərdir? KM nöqtələri arasındakı məsafəni bir ellə işarə edək. O ellə işarə etdiyimiz məsafə el bərabərdir. Sürətin üfüqi toplananı vurulsun zaman olmalıdır. Bunun üçün mən cismin K-dan elə gələnə qədər keçən zaman müddətini tapmalıyam. Gəlin həmin zaman müddətini tapaq. Bunu hansı düsturdan tapmalıyıq? T bərabərdir VY bölünsün J düsturuna əsasən müəyyən edək. VY-i tapdıq nə qədər? 30. Zaman, daha doğrusu J'nin qiyməti nə qədərdir? 10. Zaman bizə verir 3 saniyə. Deməli, bu cismin T qalxma müddəti 3 saniyədir. Yəni, bu cisim 3 saniyə qalxır və 3 saniyədə neyniyir? Düşür. İndi bu cismin el nöqtəsindəki sürəti
20 metr böl saniyə olduğu üçün mən tapmalıyam. Buradan bura keçən zaman müddəti nə qədərdir? Deməli, onu necə taparam? Cismin bu hissədə, yəni bax bu nöqtədə, bu cismin ancaq var nəyi? Üfüqi toplananı. Şaquli toplananı artıq oldu, sürətin şaquli toplananı oldu, 0 yoxdur sürətin şaquli toplananı. Amma sürətin üfüqi toplananı yerindədir. Elə olur 40 metr böl saniyə sürəti. Buradan deməli, baxın bu h maksimumdan L nöqtəsinə keçən zamanı tapmağım üçün mən yenə taparam t bərabərdir. Vy bölünsün J'dən alıram ki, Vy nə qədərdir? Vy 20 metr böl saniyədir. J də 10'dur. Deməli, buradan keçən zaman müddəti 2 saniyədir. Deməli, mən baxıram ki, mənim cismim K-dan L-ə gələnə qədər nə qədər zaman sərf elədi? 3 saniyə burada, 2 saniyə də burada. Deməli, bu cisim 5 saniyə ərzində nə etmişdi? K-dan L-ə gəlmişdi. Gəlin yazaq. Deməli, 5 saniyə ərzində tam olan o zaman müddəti nə qədərdir? 5 saniyə və uçuş məsafəsini tapmaq üçün mən yazıram. L bərabərdir Vx vurulsun T'dən. Vx 40 metr böl saniyə sürətdir. Zaman tapdım 5 saniyədir. Deməli, həmin cisim nə qədər məsafə qət eləmişdi? 200 metr. Deməli, cismin K və M nöqtələri arasındakı məsafəsi 200 metrdir. Cavab olur B variantı. Əziz müəllimlər, hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşənədək.